Dərsimiz Almaniyadır. Birinci Dünya müharibəsindən sonra Almaniya üçün nəticələri çox ağır oldu. Məğlub olaraq müharibəni tərk etdi və iqtisadiyyata ağır zərbə aldı. Sənaye istehsalı kəskin azaldı. Müharibə dövründəki xərclər ölkənin maliyyə vəziyyətini məhv etdi. 1919-cu il 28 iyul Versal müqaviləsi ilə Almaniya Elzas fəaliyyətlərinin kimi sənaye mərkəzlərindən məhrum oldu. Birinci Dünya müharibəsindən sonra Almaniya iqtisadiyyatı daha da ağırlaşdı. Bunun səbəbi o idi ki, Almaniyanın böyük məbləğli təzminat ödəməyə məcbur edilməsi, Fransa və Belçikanın Almaniya əlində qalan sənaye obyektlərinə hərbi müdaxilə etməsi idi. İndi baxaq Almaniyadakı inqilaba Kil üsyanı. 1918-ci il noyabrında inqilabı hərəkat baş verdi və Almaniyada başlayan inqilab böhranı qarşısını almaq üçün hökumət bir sıra tədbirlər gördü. Hökumət parlament qarşısında məsuliyyət daşımalı idi və siyasi məhbuslara amnistiya verməli idi. Ancaq bu tədbirlər nəticəsiz qaldı. Hökumət kütlənin rəğbətini qazanmaq üçün Kil limanında yerləşən hərbi dənizçiləri İngiltərə donanması döyüşə çıxarmaq istədi. Hökumətin məqsədi ingilislər üzərində qələbə əldə etmək, xalqı inqilab hərəkatından çəkindirməkdir. Lakin Kil hərbi dənizçilərinin bu əmrə tabe olmayaraq 1918 noyabrın 3-də üsyan qaldırdılar. Kil üsyanı bütün ölkəni əhatə etdiyi üçün tətil və nümayişlərə səbəb oldu. Beləliklə Almaniya burjuva demokratik inqilabı baş verdi. 1918-ci ildə Almaniyada burjuva demokratik inqilabının nəticəsinə baxaq. Əsas məsələsi nə idi onların? Monarxiyanı devirmək istədilər və demokratik respublika qurmaq istədilər və noyabrın 9-da inqilab qələbə ilə başa çatdı. Almaniyada 1918-ci noyabrın inqilabı nəticəsində Almaniya monarxiya devrildi və Almaniya tarixində ilk dəfə respublika quruldu. İnqilabın başa çatmasından bir neçə gün sonra Almaniya Antanta ilə atəşi haqqında Pompey meşəsində müqavilə imzaladı və Almaniya müharibə meydanında məğlub olmamış, inqilab nəticəsində müharibəni bitirməyə məcbur olmuşdu. İnqilab Almaniya üçün arxadan zərbə kimi dəyərləndirilmişdi. Weimar Respublikasına baxaq. 1919 iyulun 28-də Almaniya Parisin Versal sarayında Antanta ölkələri sülh müqaviləsini imzaladı. Bundan təxminən bir ay sonra Almaniyanın Weimar şəhərində fəaliyyətə başlayan müəssisələr məclisi Almaniyanın yeni konstitusiyasını qəbul etdi. Konstitusiya Weimar şəhərində qəbul olunduğu üçün bu konstitusiya Weimar konstitusiyası adlanırdı və 1933-cü illəri əhatə edən respublika dövrü isə Weimar Respublikası adlanırdı. Weimar konstitusiyasına görə Almaniya federativ quruluşu prezidenti parlamenti respublika idi. Qanunverici orqan Reichstag, dövlət başçısı prezident, hökumət başçısı Reichskansler adlanırdı. Almaniya 1871 konstitusiyasından fərqli olaraq Weimar konstitusiyasında demokratik azadlıqlar öhdəsini tapmışdı. Reichstag nə idi? 1919 və 1933-cü illərdə Weimar Respublikasının parlamenti, Reichskansler isə 1871 və 1945-ci illərdə Almaniya hökumətinin başçısı hesab olunurdu. İndi Almaniya Weimar Respublikası dövründə sosial-iqtisadi vəziyyətə baxaq. Müdrik və qətiyyətli siyasət lideri olmadığı üçün Weimar Respublikasının yarandığı gündən siyasi və sosial-iqtisadi problemlərlə üzləşdi. 1923-cü ildə Ruhr bölgəsi Fransa tərəfindən işğalına qarşı Alman hökuməti zəif müqavimət göstərdi və Alman işçiləri tətilə başladılar. Hökumət onların maaşlarını daha çox kağız pul çap etmək üçün ödəyirdi. Bu isə Almaniyada inflasiyanın, yəni pulun dəyərinin düşməsini gücləndirdi. Sabit əmək haqqı ilə yaşayanlar aylıq gəlirlərinin dəyərsizləşməsi iqtisadi və sosial vəziyyətini gərginləşdirdi. Böyük böhranın Almaniya təsirinə baxaq. 1929-da böyük böhran nəticəsində Almaniyada işçilər artdı. Nasist Milliyətçi Partiyanın yüksəlişi böyük yol açılmış oldu. Böyük böhran Almaniyada daha çox təsir etməsinin səbəbi isə bu idi ki, Almaniyanın təzminat ödəməsi ABŞ və İngiltərənin iqtisadi böhran yaratdığı maliyyə vəziyyətini bəhanə edərək ona verilən kreditləri dayandırması idi. ABŞ prezidenti Hooverin təklifi ilə Almaniya ağır iqtisadi böhran xərc etmək, təzminat məsələsini həll etmək üçün yenidən bu məsələyə baxıldı və 1933-cü ildə Almaniya təzminat ödəməkçilərin azad edildi. İndi Nasist partiyasına baxaq. Nasist partiyası Milli Sosialist Alman Fəhlə partiyası idi. 1923-cü ildə Hamburqda baş verən üsyan istifadə edən, yəni Münhendə Adolf Hitlerin başçılığı pirvixana qiyamı başladı. Lakin qiyam hazırlıqlı uğursuzla nəticələndi və qiyam başlamadı, Hitler həbs olundu. Qiyamdan sonra Hitler nasistlər hakimiyyətə zorakılıqla deyil, qanuni yolla gələ biləcəyini başa düşdü. Bu nasistlərin seçkilərə qalib gəlməsini təmin etmək üçün kütləvi siyasi partiyaya çevrilməsinin asılı idi. Ona görə də həbsdən çıxandan sonra Nasist partiyasının ölkədə hər yerində demək olar ki, yaydı və hər yerində genişləndirdi bu partiyanın fəaliyyətlərini. Almaniyada faşist diktatorluğu dövründə olan başlığa baxaq. Almaniyada faşist diktatorluğunun qurulmasına baxaq. Böyük böhrandan istifadə edən sosial demokrat və nasist sosialist, yəni nasistlər geniş təbliğat taparaq tərəfdarların sayını artırdılar və hakimiyyətə ələ keçirmək uğrunda mübarizəyə başladılar. Böhran nəticəsində yaranan iqtisadi çətinliklər, işsizliyin artması, Versal müqaviləsində nifrət nasistlərin hakimiyyətə gəlməsinə əsas rol oynadı. Nasistlərin daxili siyasətinə baxaq. Nasistlər hakimiyyətə gəldikdən sonra ölkədə siyasi rəqiblərə qarşı təqiblərə açıq terrorlara başladılar. Nasistlərin özü Reichstag parlament binasını yandırmaq təşkil edərək bu işdə təqsirli kimi komissiyləri göstərdilər. Reichstagın qəbul etdiyi qanunlara fövqəladə hökumət səlahiyyəti verildi. Hitlerin tələbi ilə Weimar Respublikasının prezidenti Hindenburg xalqı və dövləti müdafiə etmək adında imzaladığı fərmana əsasən Weimar konstitusiyasına götürülən azadlıqlar ləğv edildi və bu Weimar konstitusiyasına Reichstagın ləğv edilməsi demək idi. Nasistlər onların rejiminə qarşı çıxanlar isə həbs şöhrəsi yaradaraq ora həbs etmişlər. 1933-cü ildə Almaniyada Nasist partiyasından başqa bütün siyasi partiyalar ləğv edildi, Həmkarlar İttifaqının fəaliyyəti məhdudlaşdırıldı və nasistlərin nəzarətinə keçdi. Federal dövlət tərkibinə daxil olan Alman torpaqlarının muxtariyyəti ləğv olundu. Faşist xüsusi dəstələri və Gestapo, yəni gizli polis yaradıldı. Beləliklə Hitler totalitar dövlətin əsasını qoydu. 1934-cü ildə Hindenburgun vəfatından sonra prezident idarəsi ləğv edildi. Adolf Hitler
Prezident və Rex kansler vəzifəsini birləşdirərək özünü Alman millətinin Führeri adlandırmağa başladı və bütün hakimiyyəti öz əlində cəmləşdirdi. Beləliklə Hitler son qərar verən və mütləq hökmdar səlahiyyətinə malik Führer yeni rəhbər oldu. Parlament tərəfindən Hitlerə diktatorluq səlahiyyəti verildi. Nasistlər bütün dövlət qurumunu nəzarət altına almaq üçün tədbirlər həyata keçirdi. Dövlət məmurları və əsgərlər Führerə şəxsi sədaqət andı içməli idilər. Nasistlərin iqtisadi və siyasi əsası hərbi sənaye inkişaf etdirmək təşkil edildi. Hitler işsizliyi aradan qaldırmaq və iqtisadi böhrana son qoymağa çalışırdı və kütləvi silahlanma proqramı işsizlik problemini həll etmək üçün əsas vasitə kimi istifadə olunurdu. Bir neçə il ərzində işsizlik xeyli azaldı. Böhran aradan qaldırılması Almanların nasistlərə qəbul etdiyi mühüm səbəblərdən biri idi. Yəni nasist partiyasını qəbul etmişdi. Nasist Almaniyasının xarici siyasətinə baxırsaq isə nasistlərin xarici siyasət əsasları Birinci Dünya müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq və Avropanı istila etmək, dünya ağalarını qurmaq təşkil edirdi. Almaniyada nasistlərin ilk olaraq silahlanma məhdudiyyətindən azaldılmaq üçün 1933-cü ildə Millətlər Cəmiyyətindən çıxdı. Sonra Versal müqaviləsindəki hərbi məhdudiyyətləri ləğv etməyə başladı və işğalçı siyasətinə tədricən Almaniya, İtaliya və Yaponiyaya yaxınlaşdı. Bu Böyük Britaniya Fransa sakitləşdirməyə qarışmama siyasəti Almaniyada əvvəlcə Avstriyanın birləşdirilməsinə, daha sonra Çexoslovakiyanın işğal etməsinə şərait yaratdı və Almaniyanın işğalçılıq siyasəti Yeni Dünya müharibəsinə gətirib çıxardı. Almaniya mövzusu haqqında nəzəri məlumatlar bu qədərdir. İndi xəritə hissəsinə baxsaq isə biz burada görəcəyik Almaniya 1920-ci ildəki xəritələrini, yəni ərazilərinin çoxundan məhrum olmuşdu və demək olar ki, onun müttəfiqi olan İtaliya, Avstriya, Macaristan, Osmanlı, İtaliya daha sonra Birinci müharibəsindən sonra biz bilirik 1915-ci ildəki London müqaviləsi ilə oradan ayrılır və Antant tərəfə keçir və Avstriya, Macaristan, Osmanlı və Bolqaristan demək olar ki, ərazilərin xeylisini itirirlər. Hətta Osmanlı imperiyası demək olar ki, dağılır və dövlətin ərazisi işğal zonasına çevrilir və bundan sonra da biz keçmişik Türkiyə mövzusunda müəyyən bir müharibədən sonra, müəyyən bir istiqlaliyyət müharibəsindən sonra öz torpaqlarını bərpa edə bilirlər. Bununla yanaşı biz görəcəyik ki, Rusiya imperiyası dağılır, Avstriya Macaristan imperiyası dağılır və yeni dövlətlər meydana gəlir. Ümumiyyətlə, xəritə göz qabağındadır. 1920-ci illərdə Almaniyanın və ya Avropanın xəritəsidir bu. Diqqətlə baxıb məlumat almaq mümkündür. Mövzu bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.